Çok sağ olun. Yəqin 1000 manat yığmadım, yox. Valla ya səbir, ben bilmirəm. Salam Ayna xanım, xoş geldin. Ay şirniyyat canı yanmasın. Hay dostlar, mənim anam o qədər mi yəni? Sağ olun. Ah, çok sağ olun. Nigar, hay can. Gədəbəyə salamlar olsun. Qəbələ dayı çox sağ ol, var olasın. Bacım işte Bərdə. Bərdə çox sağ olun. Çox sağ olun. Ay bala, toyda müğənni kimdir? Mən razılıq vermirəm. Deməli ki, toy olmayacaq. Siz heç narahat olmayın. Güzel toymalıdırlar. Şəmkirə salamlar olsun. Sen ağıllı kızsın. Çok sağ olun. Çok sağ olun hediyelere göre. Allah razı olsun. Çok sağ olun. Zakatalı ne? Bütün Zakatalı bu dəqiqə deyil. Bir-birinə deyib aləm. Bəs bilmirdin belə olacaq. Bəs 12 illik həyat yoldaşını itirəndə bilmirdin. Bir yarım səndə heç kəs qalmadı. Gösterdim de şeye yazılanları, şəkilləri. Aygün. Ha, gördüm hele. Aygün. Ne? Gördü de ha. Ha, gösterdim basına. Hele o birisi zəng gelip dedi ki yalan deyir, yanımdadır. Olanın da o birisi bir zəng gelir. Yalan deyir. 2 həftədir mənim yanımdadır. 2 həftədir qaçıb da. Bu yalan deməyin ne adı var ya? Az mən də onu deyirəm də. Ne adı var yalan deməyin? Xeyir ola. Amin, Allah hamını ödəyəndə xoşbəxt eləsin. Əlbəttə yuvası olmaz Yuva xanım. Mənim Allahım böyükdür. Mən ona görə heç kəsə, mən həmişə demişəm, heç kəsə həyatı boyu qarğış eləməyəcəm. Mənə haqsızlıq eləyən, sadəcə Allah özü kömək olsun, Allah özü görsün. Başqa da heç bir şey də, yəni heç bir şey. Heç bir şey. Barışa gedirəm barışmağa, işim gücüm tutarıb. Allah rəyinə görə etsin. Amin. Ay bacı, Allah hamımızın rəyinə görə etsin. Hamımızın balaları var, hamımızın evlatları var. Yəni heç kəsə həyatda pislik yazılamıram. Yenə deyirəm, heç kəsə düşmənim yoxdur mənim. Mən özdə düşmən görənlər var. Bax, onlara da belə mən pislik yazılamam. Sadəcə onlara Allah. Aha, indi mama sən spam olacaqsan, mən sənə deyəcəm. İkram bəyə nə zəhmət olmasa? Allah qoysa birinci gün dilimdə gələ bilmirəm. Harca bir 3-cü gün zat gedərəm də vəkilə görə yəqin ki. Geç kalma diye erken gel. Televizorda o. Nasıl? Şeydi, sahipsizlerdi nerede böyle bir kim oldu? Olmaz. Hoş geldin Aysel. Yani bir Zaten hoş geldin. al götür yanına. Bu hissi al götür. Neden sekrandan baştan bize hayatını yaşa. Nerede hoş geldin? Sen dediler ki bize hayatını yaşa. Murat, ay Murat. Ben hiç kesin yaxasından yapışıp durmamışam. Allah da şahidi ki. Yani onun mənə yazdığı mesajlarda mən dedim, mənim onun yazdıqlarım da onlarda çox güman ki. Mən Allahdan istəyirəm ki, o üz olub gələrdi ora. Mən yazdıqlarımı da şəkildə göstərdim. Ya, o ki dedi ki, elə şey yoxdur. Mən həyatı boyu yalan danışa bilərəm, amma evlatlarımın canını and içdimsə, orada yalan ola bilməz də. Mən də onu and içdim ki, mən and elədi ki, sən balalarımızın canı, səndən xahiş edirəm, ikimizin arasında qalsın, bu heç kəsə bilmə. Mən də dedim ki, yəni narahat olma, uşaqları ortaya qoydunsa narahat olma, mən heç kəsə bilməyəcəm. O da mənim xəsiyyətimi bilirdi. Ki, mən özü mənim ucu vadar elədi, utanmaz ama dedi ki, elə şey yoxdur. Onda ucu partladım, onda ucu mənə də oradan təzyiq elədilər ki, ay bala, sən yalancı durumda qalırsan. Sən yalancı olursan, get gətir göstər. Mən də elə gətirdim, yoxsa qətiyyən, yenə deyirəm, heç yox göstərməyəsidim, yəni uşaqlarıma görə. Qızım, mənə direktə yazarsan. Mən hardan bilirdim ki, kimsə qaçıb gedib. Mən bilmirdim, mənə də xəbər çatdırdılar ki, var, filan kəs xəbərim var, xəbər eləmədən qaçıb gedib. Bibi də yığır. Niyə elə etdin, neynəməliydim? Bibi də yığır, dünəndən mənim anamın telefonunu dağıdır, yığır. Nə bilim, mesajlar yazır, nələr yazır. Sən demə, ATV-ni də yığır, baş beynini xarab edir ki. Bu nəyə görə yığır ki? Daha qız yanımdadır, nə istəyirsən? Hə də, 3 həftədir deyir, mənim yanımdadır qız orada, onun qapısındadır, xarabasındadır. Mən mənim nəyimə lazım? Mənim maraqlı deyil. Kimsən qapındadır, qapında deyil. Mən devlətimdən, qanunumdan, bir də zahir mənim bir sağ olsun, vəkil verdilər. Vəkil istədim, vəkilimdən hərəkətimi eləyəcəm. Xoş gəlmişsiniz. Ulya xoş gəlmişsiniz, Sarı xoş gəlmişsiniz. Murat, bizə də bir dəqiqə bilirsən, mən oğluma görə ondan həmişə danışmışam. Oğluma görə. O da məndən dəniz lazım olanda soruşub özünə. Başa düşdün? Ona görə yazmışam, ona görə oğluma görə də. Bildin?
Oğluma görə mən onunla əlaqə saxlamışam. O heç vaxt deyə bilməz ki, Nigar məndən. Mən də demirəm ki, o məndən ötürü ölür. Məni sevən insan mənə onu eləməzdi. O heç o öz deyir. Sadəcə olaraq o çox peşman. Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı olan Aygün bu sefer TikTok'ta canlı yayım zamanı Esmirə xanımın kızı Nigar'la birlikte hem söhbət olub. Nigar keçmiş həyat yoldaşı ilə olan münasibətlərindən danışıb, həmin görüntüləri sizlərə təqdim edirik.